Salam əziz abituriyentlər. Sürət qrupu üçün və eyni zamanda bütün tələbələrim üçün, bütün abituriyentlər üçün qısa izahlardan ibarət materiallar hazırlayıram. Ümid edirəm ki, bu materiallar sizə fayda gətirəcəkdir. Bu materiallar sizi ora aparacaqdır. Ondan başlayıram. Və yadda saxlayıram ki, NAO-nun ən vacib birinci məqamı onun quruluşuna görə 3 yerə bölünməsidir. Yəni bunun simple, derivative və compound olaraq 3 yerə bölünməsini zaten bilirik, doğrudurmu? Burada ən vacib məqam təbii ki, derivativdə orada sufikslərin əzbər öyrənilməsi təbii ki, çox vacib bir məqamdır. Çünki məhz sən bu sufikslər sayəsində, sən müəyyən edə bilirsən ki, simple hansıdır və yaxud da ki, compound hansıdır. Və derivativdə təbii ki, rahatlıqla tapa bilirsən. Çünki bütün isimləri qısa müddətə əzbərləmək mümkün deyildir. Təbii ki, oradakı sufiksləri əzbər öyrənmən çox vacibdir. Birinci tip bundan ibarət idi. Gedirəm 2-yə. İkinci məqam təbii ki, countable and uncountable. Əgər sən abituriyentsənsə, sən mütləq ki, countable, uncountable nounlar haqqında informasiya toplamısan da, doğrudurmu? Yəni, əgər ki, sən məsuliyyətli abituriyentsənsə. Burada countable, uncountable-larda vacib məqam hansıdır? Baxın, yadda saxlayıram ki, birinci növbədə bütün elm adları, fənn adları, bütün maddələr, mayelər, materiallar, bunlar istisnasız, baxın, istisnasız burada çox vacib bir məqamdır. İstisnasız şəkildə sayılmırlar. Və təbii ki, cəmlənmirlər. İstisnasız olması vacibdir. Çünki orada bizim istisna hallarımız da var. İstisnasız halın olması təbii ki, çox vacib bir məqamdır ki, sən ora diqqət yetirməlisən. Bütün yadımda saxlayıram ki, elm adları, fənn adları, maddələr, mayelər və materiallar. Bunlar istisnasız olaraq sayılmırlar və cəmlənmirlər. Və təbii ki, article tələb etmirlər. Yəni, bu sayıla bilməyən isimlər article-la da işlənə bilmirlər. Sayılmayanlar cəmlənmirlər. Article-la da təbii ki, işlənə bilmirlər. Bunu unutmuruq. Davam edirəm. Lakin bizim istisnalarımız da var. Diqqətli olmaq lazımdır. İstisnadan mən ərzaqlardan vurğular aparmaq istəyirəm. Baxın, biz ümumiyyətlə deyirik ki, paket formasında aldığımız ərzaqlar sayılıb cəmlənə bilmirlər. Doğrudurmu? Lakin bizim istisnalarımız var. Orada yadda saxlayırıq ki, bütün meyvə tərəvəzatları, meyvə və tərəvəz sayılıb cəmlənə bilirlər. Bütün meyvə tərəvəz adları sayılıb cəmlənə bilirlər. Doğrudurmu? Və yadda saxlayırıq ki, pea, bean, egg və meal
Bu sözlər istisna sözlərdir ki, pi, noxud, bin, lobiya, paxla, egg, yumurta, meal isə xörək. Bunlar sayılıb cəmlənirlər. Bunlar hansı isimlərdir? Bunlar istisnadırlar. İstisna olduğunu unutmuruq, diqqətli oluruq. Aha, ərzaqlardan qeyd elədik. Sonra davam edirəm. Deyirəm ki, ikinci olaraqdan təbiət hadisələri. Təbiət hadisələrinin də istisna sayılıb cəmlənənləri var və cəmlənməyənləri var. Mən burada cəmlənməyənləri qeyd eləmək istəyirəm sizə. Baxın, təbiət hadisələrində yadda saxlayıram ki, rain, snow, frost, lightning, thunder. Və yaxud da ki, rain, snow, frost, lightning, thunder. Bunlar ən tez-tez düşən, ən çox düşən, sayıla bilməyən təbiət hadisələridir. Ümumiyyətlə, yadımda saxlayıram ki, təbii fəlakətlər hamısı istisnasız olaraq sayılıb cəmlənə bilirlər. Təbii fəlakətlər dərkən, məsəl üçün mən earthquake sözü görmüşəm, düzdür, zəlzələ. Və bura mən flood-ı daxil edərəm, fog və digər bütün təbii fəlakətləri daxil edərəm ki, təbii fəlakətlərin, tornado, tsunami, onların hamısı sayılıb cəmlənə bilirlər. Diqqətli oluram ki, uşaqların ən çox təbii fəlakətlər deyəndə çaşıb qaldıqları wind, cloud. Uşaqlar deyirlər, görəsən bu sayılırmı? Wind görəsən sayılırmı? Bəli, sayılıb cəmlənir və ya cloud görəsən sayılırmı? Eynən sayılıb cəmlənə bilirlər. Bax, burada diqqətli olun, çox xahiş edirəm. Çünki ən çox düşən bu iki sözdür. Wind və cloud olaraqdan ray sözü məsəl üçün uşaqları çox çaşdırır, şüa mənasını ifadə edir. Yadımda saxlayıram ki, bu rain deyil. Rain zaten dedi ki, yağışdır. O sayılıb cəmlənməz. Lakin ray şüadır, sayılıb cəmlənə bilir. Diqqətli oluruq. Və gedirəm, üçüncü mərhələ olaraqdan gedirəm, abstract nouns deyirəm. Abstract noun nə deməkdir? Mücərrəd isimlər. Mücərrəd isimlərimiz ümumiyyətlə gözlə görə bilmədiyimiz və yaxud da ki, əllə toxuna bilmədiyimiz isimlərdir də, doğrudurmu? Mücərrəd isimlər yadda saxlayırıq ki, sayıla bilənləri istisna olaraq götürürük və onlar Azərbaycan dilində də mücərrəd olaraqdan sayılıb cəmlənə bilən isimlər hesab olunurlar. Mücərrəd isimlər ümumiyyətlə sayılmırlar, lakin istisna sayılıb cəmlənən və testlərdə tez-tez gördüyünüz mistake, tez-tez görürsünüz. Job, çox tez-tez rastınıza çıxır. Və yaxud da ki, trip, tez-tez salırlar bu sözü də. Problem, idea, opinion və yaxud da ki, joke, help. Və yaxud da ki, journey, hour. Baxın, bu sözlər sayılıb cəmlənə bilən sözlərdir ki, hansı ki testlərdə tez-tez görürsünüz.
Bu sözlər necə isimlərdir? Sayılıb cəmlənən isimlərdir. Mücərrəd olmaqlarına baxmayaraq bu isimlər sayılırlar və cəmlənirlər. Biz bu isimləri sayılıb cəmlənən kimi qəbul edirik. Hour, saat, journey, səyahət, help, ümid, joke, zarafat, mistake, səhv, job, iş, trip, səyahət, problem, idea və impression da qeyd eləyək. Impression da tez-tez düşür, onu da qeyd eləyək. Impression. Impression isə tərcümə olunur təəssürat. Təəssürat. Baxın, impression permission deyil ha. Uşaqlar ən çox çaşdırdığı məqam impressiondan permissionda. Impression permission deyil, diqqətli olun. Impression təəssürat deməkdir. Impression. Təəssürat. Diqqətli olmaq lazımdır. Mücərrəd isimlərdə ən çox düşən məhz mücərrəd isimlərdə. Aha, bu isimlər sayılıb cəmlənə bilirlər. Ərzaqlardan bayaq danışanda bir məqamda vurğulamaq istəyirəm. Uşaqlar tez-tez çaşırlar bu məqamda. Məsəl üçün biz dedik ki, ərzaqlarda dedik ki, bean, egg, meal bunlar sayılıb cəmlənə bilirlər, pi daxil. Və dedik ki, ərzaq, ümumiyyətlə meyvə tərəvəz adları, pi, bean, egg və meal bunlar istisnadırlar. Bunlar sayılıb cəmlənə bilirlər. Amma ümumiyyətlə ərzaqlar sayılıb cəmlənə bilmirlər. Bəs orada biz bəzən food və bəzən isə fruit sözləri ilə rastlaşırıq. Bu zaman diqqətli ol ki, bax bu fruit, food və fruit sözləri də sayılıb cəmlənə bilməzlər. Sən məsəl üçün testlərdə tez-tez s qəbul elədiyini və ya fruits olduğunu görə bilirsən. Lakin qrammer bunu qəbul eləmir, yaddan çıxartma. Yaxşımı? Və bu məqam çox vacib bir məqam idi ki, onu da vurğuladıq. Orada countable, uncountable isimlərindən çox müvacib bir məqam var. O məqam baxın, bir neçə isim ətrafında dönür və bu isimlərdən ən vacibi news, furniture, music və information. Bu 4 ismi bizə çox tez-tez verirlər. Bu 4 ismi bizə çox tez-tez verirlər. Nə ilə? Some və episofla. Bu 4 ismi bizə some və episofla verirlər. Məsəl üçün, mən bilirəm ki, news sözü xəbər deməkdir. Və bu sayılıb cəmlənə bilmir. Mən some news, some furniture, some music və yaxud da ki, some information deyə bilirəm. Və ya a piece of music, a piece of furniture, a piece of news və yaxud da ki, a piece of information deyə bilirəm. Mən hətta, baxın, bu a piece of-u cəmləyə də bilirəm. Bu mənim numerativ sözümdür. Mən numerativ sözü cəmləyə bilirəm. Məsəl üçün, mən burada demək istəyirəm ki, a piece of music deyə bilərəmmi? Əlbəttə deyərəm. Və hətta gəlin mən buraya advice də əlavə edim. Advice də tez-tez onların arasında salırlar. Music, furniture, news, information, advice. Bu 5 isim çox tez-tez məhz some və episofla sayılır. A piece of music deyə bilirəm də, yaxşı. Bəs mən 2 pieces of music necə deyə bilərəmmi? Və ya music olmasın, advice olsun. Və ya advice olmasın, information olsun. Information olmasın, furniture olsun deyə bilirəmmi? Bəli, bunların hamısını mən rahatlıqla deyə bilirəm. Lakin yadda saxla ki, buradakı to müzikə aid deyildir. Məhz pisə aiddir. Pis hissə deməkdir. Və o sayılıb cəmlənə bilir də, doğrudurmu? Və
Əgər ki, qarşıdakı gələn miqdar sayı cəmdirsə, təbii ki, sənin numerativ sözün də mütləq ki, cəmlənməlidir. Onu unutma. O 5 ismi oradan yadda saxlamaq lazımdır. Və yadda saxlayıram ki, ən çox düşən və sayıla bilməyən isimlər sırasında biz business, money, progress, work və work ilə əlaqəli homework, housework ikisini də tez-tez görə bilirsən. Traffic, progress, business, money, work, traffic, work ilə əlaqəli hər bir şey. Bunlar çox tez-tez ən çox düşən və demək olar ki, sən hər bir cərgədə məhz bunları bilərəkdən, çıxdaş edərəkdən mütləq ki, doğru cavabı tapa biləcəksən. O səbəbdən də çox diqqətli olmaq lazımdır. Və təbii ki, yuxarıda da vurğuladığım sözlərə diqqət elə, mütləq ki, onlar da arada özlərini göstərəcəklər. Bu sənin countable, uncountable və 3-cü mərhələyə gedirəm. 3-cü mərhələdə isə mən təbii ki, possessive case və yaxud da ki, sən bəzən onu genitive case olaraq da görə bilirsən. Possessive case və yaxud da ki, genitive case olaraq da görə bilirsən. Aha. Possessive case-də sənin bilmən gərəkən ən vacib məqam nədir? Yadda saxlayıram ki, baxın, yelik hal nə deməkdir? Mənsubluq ifadə edir də. Yəni kimsə nəyəsə məxsusdur və yaxud da ki, nəsə kiməsə məxsusdur və yaxud da ki, kimsə kiməsə və ya nəsə nəyəsə məxsusdur da, aiddir. Doğrudurmu? Bunun düzəlmə üsulu apostrof S üstə gəl isim. Sizə deyim ki, 99% halda və yaxud da ki, S apostrof üstə gəl yenə isim. Yenə bu ismi sən 99% halda görəcəksən. Doğrudurmu? Yadımda saxlayıram ki, əgər qarşıda gələn isim təkdədirsə, məsəl üçün mən deyirəm ki, my sister apostrof S car. My sister's car. Doğrudur. Yəni mənim sisterimi mən burada təkdə vermişəm də. Təkdə vermişəmsə əlbəttə ki, apostrof S-dən istifadə edirəm. Doğrudur. İndi mən bunu cəmləmək istəyirəm, yazmaq istəyirəm ki, my sisters cars. Mənim bacılarımın maşınları verə bilərəmmi? Belə niyə də verməyim ki? Rahatlıqla verə bilərəm. Bəzi məqamlar var ki, o məqamlarda diqqətli olmaq lazımdır. Məsəl üçün, yadımda saxlayıram ki, tutalım ki, isim. Cümlənin ortasında isim gördüm eləmi? Çünki ismin yelik halı bu isimlə əlaqəlidir birbaşa. O ismin qarşısında sən təsəvvür elə ki, gördün an artiklı, yəni demək istəyirəm, nəzərdə tutmaq istəyirəm. Tutalım ki, gördün an artiklı. Doğrudurmu? Və yaxud da ki, sən orada gördün onun bərabəri olan another və yaxud da gördün one və yaxud da gördün this və yaxud da gördün that. Təbii ki, sən hansı nəticəyə gələcəksən? Gələcəksən ki, sənin ismin təki ifadə edib. Doğrudurmu? Bu isim təki ifadə edibsə, təbii ki, sənin yelik halın nə olmalıdır? Apostrof S olmalıdır. Başqa nə ola bilər ki? Çünki məhz bu göstərişlər sənə deyir ki, mənim ismim təkdədir və yaxud da ki, sadəcə one verib də. One bu şəkildə də və ya bu şəkildə də verə bilər. Bunların sayəsində mən başa düşürəm ki, mənim ismim təkdədir. Mən mütləq ki, apostrof S-dən istifadə etməliyəm. Və yaxud da ki, təsəvvür edək ki, cümlənin ortasında mən isim görmüşəm. Və onun qarşısında mən görürəm some, several, few, a few, a lot of,
lots of veya plenty of. Bəs bu halda mən nəticəyə gələcəm və yaxud da ki, gəlin adını da daxil edək. Yuxarıda ən adını qeyd elədik. Bu halda mən nəticəyə gələcəm. Nəticəyə gələcəm ki, təbii ki, buradan sonra mənim ismim cəmi göstərəcəkdir. Cəmi göstəribsə mən S apostrofdan istifadə eləməliyəm. Nədən istifadə edə bilərəm ki? Some, several, few, a few, a lot of, lots of, plenty of, other. Bunlardan sonra nə verməliyəm? Təbii ki, mən ismimi S apostrofla bitirməliyəm. Yəni onu cəmə verməliyəm. Bu şəkildə müəyyən edirəm ki, bu mənim yəlik halımdır. Lakin yadda saxla ki, apostrof S və ya S apostrofdan sonra sənin isim halın yenə davam etməlidir. Çünki orada yəlik mənsubluğu ifadə edir. Bu isim yenə burada davam etməlidir. 99% halda isim gəlməlidir. İstisna hallar yoxdurmu? Təbii ki, istisna hallarımız var və onlar çoxdular. Yadda saxlayırıq ki, əgər ki, mən yer məkanımı ifadə etmək istəyirəm. Yer məkan. Bax, bu zaman mən, sizə deyim, 99% halda mən apostrof S-dən istifadə edəcəm. Yəni, məsəl üçün deyirəm ki, at the bakers. Apostrof S. Və yaxud da ki, at the butchers, at the grocers, at the greengrocers və yaxud da ki, at the florist fərq etmir. İstənilən yer məkanımı ifadə edən zaman mən mütləq ki, apostrof S-dən istifadə edəcəm və yaxud da ki, mən yer məkanda Baku deyirəm sadəcə. Təbii apostrof S yer məkanım təkdədir. Və yaxud da ki, mən deyirəm ki, at my uncle's. Təbii mən yenə də apostrof S-dən istifadə edəcəm. Çünki mənim ola biləcəyim tək yer məkan bir dənə ola bilər də. Eyni anda mən müxtəlif yerlərdə ola bilmirəm, axı doğrudurmu? Və yaxud da ki, mən deyirəm ki, başqa yer məkan olaraq Azərbaycan deyim. Təbii ki, yenə də apostrof S-dən istifadə edirəm. Təkdir çünki mənim yerim məkanım təkdir. Bir yerdən məkandan ikinci dəfə olmur axı, doğrudurmu? Bir ölkədən və ya bir şəhərdən. Bu təqdirlərdə mən yalnızca apostrof S-dən istifadə edəcəm, unutmayaq. Təsəvvür edək ki, mən zamanı ifadə etmək istəyirəm. Zaman. Zamanımı ifadə edərkən isə hər şey qarşıda gələn miqdar sayından asılıdır və yaxud da ki, kəmiyyət bildirən sözlərdən asılıdır. Tutalım ki, mənim ismim ortadadır və qarşımda mənə 2, 3, 4 veribdir. Və yaxud da ki, az veribdir. Və yaxud da ki, several veribdir. Və yaxud da ki, few veribdir. Bu təqdirlərdə mən başa düşürəm ki, mən mütləq ki, istifadə edəcəm S apostrofdan. Doğrudurmu? Yəni, bu sözlər kəmiyyət bildirən sözlər və yaxud da ki, miqdar sayı bildirən sözlər məni təhrik eləyir ki, mən məhz S apostrofdan istifadə edim. Yəni, onu cəmliyim mütləq ki, doğrudurmu? Təbii ki, ondan sonra ismin gəlməsi də vacib bir halda onu da unutmayaq. Yaxşımı? Zamanımı ifadə eləmək istədim burada. Təsəvvür edək ki, şəxsi nəzərdə tuturam. İsmin qarşısında Mr, yəni adın qarşısında və yaxud da ki, Mrs gördüm, eləmi? Təbii ki, mən burada bir insandan danışıram da, apostrof S qəbul edəcəkdir. Lakin yadda saxla ki, apostrof S qəbul edərkən, ondan sonra isim də gəlməlidir. Bax, ora diqqətli ol. Yox, əgər adın qarşısında mən D artiklı görərəmsə, bu zaman S apostrofdan istifadə edəcəm. Çünki bütün ailəni ifadə etmiş olacaqdır burada. Nəyi göstərir? Bütün ailəni göstərir. Example versək, məsəl üçün deyirəm ki, Mr. Murad apostrof S car olsun.
Doğrudurmu? Və yaxud da ki, indi mən də burada deyirəm ki, D. Muradovs S apostrof car. Z-in gəlməsi bütün Muradovları burada nəzərə aldı. Yəni deyir ki, Muradovların maşını, Muradovları da mən cəmdə götürdüyüm üçün təbii ki, S apostrofdan istifadə edəcəm. Bu məqamdan diqqətli olmaq lazımdır. Tutalım ki, iki insanın bir əşyası var. Məsəl üçün, mən sənə deyirəm ki, Samir and Seymur apostrof S kar verirəm. Karım təkdədir də, doğrudurmu? Təbii ki, mənim yalnızca ikinci şəxsim apostrof S qəbul edəcək. Çünki mənim karım təkdədir. İndi gəlin bu karı kars edək. Tutalım ki, doğrudurmu? Bu təqdirdə təbii ki, cəmləndiyi hal o deməkdir ki, hər bir şəxs özünün maşınına sahibdir. Samirs apostrof S and Seymur's cars. Yalnızca ismə fikir verməlisən. Burada istisna isim yalnız heyədir. Heyə olarsa yadda saxla ki, ümumiyyətlə bütün bədən üzvləri və heyə daxil, sadəcə heyə cəmlənmir deyən, sayılmır deyən. Biz bunu S ilə bitirə bilmirik. Heyə daxil, yadımda saxlayıram ki, mütləq ki, apostrof S qəbul edəcəkdir hər bir şəxs üçün. Hər kəsin özünün bədən üzvü var, hər kəsin özünün saçı var. Lakin digər bütün isimlər isə bura daxil deyil təbii ki. Yəni artıq aydın oldu inşallah. Növbəti mərhələdə yadımda saxlayıram ki, əgər ki cümlədə isir, o və yaxud da ki, nezir, nor. Baxın, bu bağlayıcıları görürəmsə, bunlar nədirlər? Mənim bağlayıcılarım. Düzdür? Bağlayıcılarımı gördümsə, bilirəm ki, bütün şəxslər apostrof S qəbul edəcəkdir. Example versəm deyirəm ki, this book is Nizir Murad's Nur Samir's. Vəssalam. Bu qədər sadə. This book is neither Murad's nor Samir's. Bax, bu halda diqqətli olmaq lazımdır və buna, bu qaydaya riayət eləmək lazımdır. İsmin yiyəlik halı çox sadədir. Sadəcə olaraq bir qədər diqqət etmək lazımdır. Diqqət etdiyin təqdirdə sən səhv etməzsən. Növbəti məqamda yadda saxlayıram ki, biz bayaqdan deyirik ki, ismi yiyəlik halında və yaxud da ki, genitiv case-də deyirik də, orada sənə deyə bilər ki, genitiv case-i tap. Yenə həmin şeydir, yenə apostrof S və yaxud da ki, S apostrofdan söhbət gedir. Çaşmırsan və bu məqamlara diqqət edirsən. Yadımda saxlayıram ki, biz dedik ki, 99% halda isim gəlməlidir də, düzdürmü? Lakin bəzən isim gəlməyə də bilir, amma əvəzinə isimləşmiş feil, yəni gerund gələ bilir. Və yaxud da ki, feili sifət gələ bilər. Example versəm, bax bu şəkildə gedərəm. Deyirəm ki, my sisters apostrophe S living was surprising. Və tərcümə bundan ibarətdir. Mənim bacımın tərk edişi təəccüblü idi. Burada mən Azərbaycanla tərcümə elədim. Un kimi. Çünki ismi yiyəlik hal Azərbaycan dilinə un şəklində tərcümə olunur da, doğrudurmu? Nəyi? Tərk edişi. Bax, bu living burada gerunddur. Gerund. İkinci feilim gəlibmi? Yəni bu ikinci feili kimi qəbul etmirəm. Bu yiyəlik halda. Sadəcə olaraq uşaqlar bəzən bunu apostrof S-i is kimi düşünürlər. Lakin yadda saxla ki, livingin gəlməsi hələ də hər şey demək deyil. Sən axıra qədər getməli, sonda gələn feili görməli və tərcümə etməlisən.
Görün bu living hansı cümlədə hansı mənadadır və bu zaman sən bilirsən ki, aha, deməmişkən bax buradakı living sadəcə olaraq isimləşmiş feildir. Tərk edişin nəyi? Gerunddur və bu mütləq ki, yəlik haldır. Bax bu məqamlarda mən çox xahiş edirəm ki, uşaqlar diqqətli olsunlar, tez qərar verməsinlər. Cümləni axıra qədər oxumaq lazımdır ki, sən doğru bir nəticəyə gəlib çıxa biləsən. Növbəti mərhələdə yadımda saxlayıram ki, bizim dünyada tək varlıqlarımız var da, doğrudurmu? Və tək varlıqlardan the world, the earth, the sun, the moon və the sky. Baxın, bunlar cəmi bir neçə dənədirlər də, düzdürmü? Təbii ki, bunlar yalnızca apostrof S qəbul edərlər. Çünki bunlar təkdirlər. Hər zaman da Z ilə işlənərlər, ondan unutmayaq. Nə qəbul edirlər bunlar? Yalnızca apostrof S. Ondan sonra ismin gəlmə məqamını da təbii ki, unutma ha. İsim gəlməlidir. Sonra yadda saxlayıram ki, cümlədə sən orada zamanla əlaqəli today, tomorrow və yesterday görürsən. Yadda saxlayıram ki, baxın, bu today, tomorrow, yesterday. Mənim bir today'im, bir tomorrow'm və bir yesterday'm ola bilər. Təbii ki, bu yalnızca apostrof S qəbul edər. Onun ardıcılığında ismi də görməyi unutma. İsim mütləq o ardıcıllıqda gəlməlidir. Gəlməsə demək ki, problem var. Bax, diqqətli olun. İsmə aid ən vacib məqamları vurğuladım. Ən çox düşən, testlərdə çox tez-tez rastlaşdığınız məqamları mən vurğuladım. Baxın, bu məqamda biz some, several, few, a few, a lot of, lots of, plenty of, other qeyd eləmişik. Lakin mən bura dərhal əlavə etmək istəyirəm. Dərhal gəlin bura mən əlavə edim. This və those. Çünki biz yuxarıda qeyd elədik ki, this və that təki ifadə etdiyi təqdirdə this və those isə təbii ki, cəmi ifadə edir də, doğrudurmu? Cəmi ifadə edərsə yenə də mən S apostrofdan istifadə edirəm, eynən yuxarıda qeyd olunduğu kimi. Diqqətli oluruq ki, bax bu məqamlar ən vacib məqamlardır. İsimdən mütləq 2 dənə sual düşəcəkdir. Baxın, o 2 dənə sual çox vacibdir. Təsəvvür edin, açıq sual da düşə bilər. Məhz bu səbəbdən çox diqqətli olmaq lazımdır və ismi yüksək səviyyədə mənimsəmək lazımdır. Hər il isimdən ən az 2 dənə sual düşmək lazımdır, düşür və bunu sən ignor edə bilməzsən. Mən də istəyirəm ki, gedim, bir neçə test izah eləyim. İstəyirəm gedim bir neçə test izah eləyim və o testlərdən siz daha rahat başa düşəsiniz ki, burada nə baş verir. Məsəl üçün, baxıram ki, noun və mənə yuxarıda deyir ki, compound tap. Mən bayaqları sizə izah eləyəndə dedim ki, sufiksləri bilmək çox vacibdir. Çünki məhz mən sufikslərin sayəsində bilirəm ki, bu compounddur, yoxsa deyil. Düzdürmü? Və yaxud da ki, simpledir, yoxsa deyil. İndi baxın, mən burada baxın, mən burada baxmaq istəyirəm ki, görüm. Aha, mən burada nə edirəm? Mən burada baxmaq istəyirəm, görüm. Mənim burada sufiksim hardadır? Mən görürəm ki, mənim sufiksim mentdir. Mən məhz mentin sayəsində dərhal silirəm. Yenə sufiksim mentdir, dərhal silirəm. Yenə sufiksim mentdir, dərhal silirəm.
və yenə sufiksim var huddu burada, dərhal silərəm. İndi bildinizmi ki, mən bütün uşaqlar, mən bütün isimləri bilmək məcburiyyətində deyiləm. Yəni bu mümkün deyil. Doğrudurmu? Əsasən də mənim qısa müddətim varsa, lakin məhz bu sufikslərin sayəsində mən bilirəm ki, aha, məhz bu sufiksləri onlar yalnız bir neçə dənədirlər. Bilməklə mən dərhal müəyyən elədim ki, mənim cavabım D variantıdır. Doğrudur. Əsasən neçə illərdir sizə sözün düzünü deyim ki, compound düşür. O səbəbdən diqqətli olun. Məsəl üçün 5-i eləsəm, mən burada tion gördüm, dərhal silirəm. Və yaxud da ki, mən burada dom gördüm, dərhal silirəm. Və yaxud da ki, mən burada, yaxşı, indi isə diqqətli oluram, baxıram ki, scissors qayçı deməkdir və bu sadə isimdir. Amma məndən isə compound istəyir, doğrudurmu? Və yaxud da ki, qrəsi görürəm ki, sadədir. Contenti görürəm ki, sadədir. Məndən isə compound istəyir, silirəm. Doğru variantım gedəcəkdir. Snowdrop, policeman, sewing machine. Yada saxlayıram ki, yəni baxın, çox primitiv sözlərdir və grass və yaxud da ki, scissors. Bunları siz qramərdə keçirsiniz də, düzdürmü? O səbəbdən də diqqətli olun. Diqqət burada çox vacib məqamda. Diqqətli olsaz siz görəcəksiniz ki, aha, sufiksləri sildim. Hətta orada bilmədiyin sözlərin içərisində belə sufiksli verə bilirlər və onların sayəsində sən rahatlıqla tapa bilirsən. Və yaxud da ki, sənə 8-də deyir ki, simple noun-u tap, doğrudurmu? Sufiks gördüm, dərhal silərəm. Və yaxud da ki, sufiks gördüm, dərhal silirəm. Və yaxud da ki, sufiks gördüm, dərhal silirəm. Gedirəm, əgər ki, mən simple-lar arasına qalıram və mənə deyir kitab, dərhal görürəm ki, butterfly 2 hissədən ibarətdir. Compound-u sildim və C variantımı burada doğru götürə bilirəm. Yəni, bu məqamlar çox vacib məqamlardır. Məsəl üçün, əgər sənə deyirsə ki, get line of nouns-u tap, təbii ki, sənin burada bir çıxış yolun var və o çıxış yolu isimləri bilməkdir. Yəni, söz bazamının həqiqətən yüksək səviyyədə olması da. Bəzən təəssüf ki, bax, bu tipli suallardan düşə bilər ki, line of nouns-u tap. Burada təəssüf ki, sən yalnız və yalnız özün-özünə kömək edə bilərsən. Çünki söz bilməsən problem ola bilər. Çox nadir hallarda əgər bəxtin gətirsə, sufikslə düşsə, məsəl üçün, mən burada görürəm thankful. Full burada sifət düzəldən sufiksdir. Sufiksin sayəsində yaxşı sildim. Mən burada ous gördüm, sifət düzəldən də sildim. Mən burada less gördüm, sifət düzəldən də sildim. Mən burada ly gördüm, bu həm sifət, həm zərf düzəldəndir. Burada sifətli sildim. Yaxşı, bunun sayəsində mən B variantı olaraq tapdım. Sufikslər yenə mənə burada noun-da kömək elədi. Lakin bu hər zaman özünü doğrultmur ha. Diqqətli ol. Hər zaman özünü doğrultmur. Məsəl üçün 27-də görə özünü doğruldarmı? Sufiksiz veribdir, doğrultmaz. Mənə deyir noun tap. Əgər sən burada ancient sözünü bilməsən, təbii ki, burada problem var. Klassik yaxşı deyək ki, müəyyən dərəcədə klassik necə? Bu söz Azərbaycan dilində də eynidir. Və yaxud da ki, ousa görə burada silərsən. Və yaxud da ki, expensive evə görə burada silərsən. Amma sən burada brave bilməsən, testi tapa bilərsənmi? Bu mümkün deyil təəssüf ki. Çünki düşünəcəksən ki, childhood isimdir və yaxud da ki, store, mağaza isimdir. Brave-i də götürə bilərsən. Sən burada çox diqqətli olmalısan, çox diqqətli. Yəni, burada sən söz bazanı genişləndirməlisən. Buradakı təbii ki, doğru variantımız bizdə B-dir. Amma hər bir halükarda sən çox diqqətli olmalısan. Yenə deyirəm, bunlar arasından neçə illərdir dalbadal mütləq ki, compound isim düşür. Məhz compound isim düşür. O səbəbdən də çox xahiş edirəm, diqqətli olun. Sonra mənə deyir ki, get plurala. İsimlərin cəmi, belə, yəni SES-lə düzəlir. Kökdən dəyişən isimlərimiz var. Baxın, orada çox vacib məqamlarımız var ki, gəlin o vacib məqamları birinci vurğulayaq. O vacib məqamları birinci gəlin vurğulayaq. Daha sonra gedək, oradan davam edək. Mən burada plural of nouns-u vurğulamaq istəyirəm. Bu da çox vacib bir məqamdır.
Plural of nouns. İsimlərin cəmi. Yadda saxlayıram ki, isimlərin cəmi necə düzəlir? S və es şəkilsi artırmaqla düzəlir də, doğrudurmu? Ən sadə məqamı zaten budur. Orada sənin kökdən dəyişənlərin var. Mən, men, woman, women, goose, geese, louse, lice, mouse, mice, tooth, teeth, ox, oxen, child, children. Sözün düzü bizim kökdən dəyişən isimlərimiz çoxdur. Lakin uşaqlara, tələbələrə, abituriyentlərə məhz bunlar lazımdır. Məhz bunlar düşürlər. Və yadımda saxlayıram ki, burada food fit'i də qeyd eləmək lazım idi. Üzürlü sayın, unutdum. Food fit. Və burada yadımda saxlayıram ki, bunlar kökdən dəyişilənlərdir. Və bunların yiyəlik halı var. Bax, məhz kökdən dəyişən, canlılığını ifadə edən, lakin canlını, bax, bura qədər deyirəm. Çünki tooth canlını ifadə eləmir. Və yaxud da ki, food fit canlını ifadə eləmir. Məhz canlını ifadə edənlərin yiyəlik halı hər zaman apostrof s qəbul edəcək. Yəni, burada da sən apostrof s görərsən, burada da apostrof s görərsən. Yəni, bu həm tək üçün, həm də cəm üçün eyni xarakter daşır. Və ya women apostrof s görərsən və yaxud da ki, apostrof s görərsən. Və yaxud da ki, Laosda da apostrof s görərsən, Lice'da da apostrof s və bu eynən özünü burada da göstərəcəkdir, burada da göstərəcəkdir. Və children'da da özünü, child'da da özünü göstərəcəkdir apostrof s, children'da da özünü göstərəcəkdir apostrof s şəklində. Unutmayaq, amma canlını ifadə etməlidir, yadda saxlayaq. Sonra burada yadımda saxlayıram ki, sheep, fish, swine and deer. Aha. Sheep, fish, swine and deer. Bax, mənim burada 4 ismim var da, düzdürmü? Bunların təki cəmi eynidir. Bunların təki cəmi eynidir. Yəni, sən burada sheeps və yaxud da ki, fishes deyə bir şey görə bilməzsən. Bu mümkün deyildir. Təki cəmi eynidir. Bunların da yiyəlik halı yalnızca apostrof s-ə düzələcəkdir. Yaxşımı? Bax, bunu unutma. Bəs yaxşı, sən nə biləsən ki, bu təkdədir və ya cəmdədir. Qarşısında this, that, one və ya another. Görsən, bil ki, balam, bu fish, sheep, swine, deer təkdədir. Bil ki, buradakı fish, sheep, swine, deer təkdir, əlbəttə ki, təkdir. Çünki, bax, bunlar sənə deyir ki, təkdir. Yəni, eyn demək istəmişəm. Eyn, this, that, one, another. Bunlar sənə deyirlər ki, fish, sheep, swine, deer təkdədir. Doğrudur mu? Və təbii ki, yiyəlik halı apostrof s tək kimi götürərsən, mütləq ki, apostrof s olacaqdır. Yiyəlik halda apostrof s. Və yaxud da ki, mən bunun cəm olduğunu müəyyən eləməliyəm də. Elə, this, those, other, some, several, few, a few. Və yaxud da ki, 2, 3, 4 və daha çox miqdar sayı deyərəkdən və yaxud da ki, a number of, the number of. Baxın, bunların sayəsində təbii ki, mən başa düşürəm ki, aha, demək ki, cəmdədirlər. Fish, sheep, swine, deer cəmdədirlər.
Lakin yəlik halı olsa, yenə də demək bunlar nəyi ifadə etdilər? Dediyim bu kəmiyə sözləri cəmi ifadə etdilər. Lakin unutmayaq ki, yəlik halı yenə də apostrof s olaraq qalacaqdır. Bu məqam vacib məqamı idi. Plural of nounsa cəm olaraqdan orada vurğulamaq lazım olan digər növbəti məqam isə hər zaman cəm olan isimləri yadda saxlamaqdır. Bura daxildir poultry, cattle, goods, tez-tez görürsünüz bunları, police, people. Bu isimlər necə isimlərdir? Bu isimlər hər zaman cəm isimlərdir. Necə isimlərdir bu isimlər? Cəm isimlər. Sözün düzü bu isimləri yəlik halı olaraq vermirlər. Amma people bəzən apostrof s, bəzən isə s apostrof olaraq verirlər. Apostrof s əgər tək xalqdan söhbət gedirsə, s apostrof əgər bir neçə xalqdan, bir neçə xalqı ifadə etmək istəyirsə verirsən. Polis hər zaman apostrof s qəbul edəcəkdir. Nadir hallarda verirlər. Poultry, cattle, goose isə yəlik halla ifadə etmirlər. Hər zaman cəm isimlərdir. Yadda saxlayıram ki, İngilis dilində bəzi isimlər vardır ki, onlar iki hissədən ibarətdirlər. İki hissədən ibarətdirlər. Və onlar cəm isimlərdir də, doğrudurmu? Ən məşhur isimlərdən bax. Scissors. Hansıdır ən məşhuru? Scissors. Scissors nə deməkdir? Qayçı. Növbəti glasses. Və yaxud da ki, spectacles. Bunlar sinonimdirlər. Eynək deməkdir. Və ya tez-tez siz orada görürsünüz cins sözünü. Cins. Elə cins deməkdir yəni. Və yaxud da ki, sən orada tez-tez trousers sözü görürsən. Scales görürsən. Clothes görürsən. Stairs sözü görürsən. İki hissədən ibarətlərdə shorts tez-tez verirlər. Pants verirlər. Bunlar ayrılmayan iki hissədən ibarət olan isimlərdir. Doğrudur, stairs, clothes bunlar cəm isimlərdir hər zaman. Üzüm buraya yazmaq istədim, çünki bunların tərkibində tez-tez görürük. Trousers şalvar bilirsən, scales tərəzi bilirsən, clothes geyim, stairs pilləkən, shorts, pants. Bunlar hər zaman cəm isimlərdir. Ən çox düşən onlar çoxdular. Tight, stocking, tongs. Yəni bunlar çoxdular hədsiz dərəcədə. Lakin sənə düşən məqam bax bu məqamda. Bu məqamı yaddan çıxartmayın. Yaxşımı? Bax bu sözlər hər zaman cəmdə olan və tez-tez verilən, tələb olunan sözlərdir ki, cəm və ya tək olaraqdan tələb edir səndən. Səhv etmirəmsə, tək və ya cəm olaraqdan qeydləri dedim. Qaydım testlərə baxaq bir. Buradan baxmaq istəmirdim. O bir tərəfdən, yəni 11-dən baxmaq istəyirdim. Səhv etmirəmsə burada qalmışdıq, bəli. Baxıram bura isimlərin cəmini məndən istəyir. Biz bu dəqiqə dedik ki, oxun olmalıdır, sildim. Biz bu dəqiqə dedik ki, progress s-lə bitsə də sayılmayan isimdə bir isim sayılmırsa, o ismin cəmdə olma ehtimalı sıfırdır. Biz bu dəqiqə dedik ki, ismin cəmlənməsi üçün onun normal olaraq s və ya e-slə bitməsi lazımdır. Və yaxud da ki, biz bu dəqiqə dedik ki, qusun cəmi gis olacaqdır və physics elm adıdır. S-lə bitsə belə, bu hər zaman təkdə olacaqdır. Ümumiyyətlə, elm adları, fən adları, oyun adları, dil adları S-lə bitsələr belə, onların cəm olma ehtimalı sıfırdır.
Ona görə mən burada D variantını doğru götürəcəm. Və yaxud da ki, 3-də məndən singular istəyirsən, biz bu dəqiqə dedik ki, tis cəmdədir, sildim. Biz bu dəqiqə dedik ki, closest cəmdədir, sildim. Və yaxud da ki, dedik ki, gis oxsun cəmdədir, sildim. Və yaxud da dedik ki, isim normal olaraq SES qəbul edir, sildim. Doğru variantım təbii ki, singular olaraq, tək olaraqdan C variantını qəbul edəcəkdir. Və yaxud da ki, 15-də mənə deyir ki, get uncountable tap. Doğrudurmu? Gəlin tapaq uncountable. Yadımda saxlayıram ki, ümumiyyətlə canlıları ifadə edən isimlər hər zaman countable-dular. Canlını ifadə edən isim hər zaman countable-dur. Dərhal mən A variantına görə, 2-də görə A variantını silirəm. Və yaxud da ki, bizim bütün bədən üzvlərimiz, hand, daxil, hamısı countable-dular. Məndən yuxarıda uncountable istəyir. Və yaxud da ki, bütün çaylar, göllər, okeanlar, dənizlər, onların hamısı countable-dular. Reverse sözünü o səbəbdən sildim. Və yaxud da ki, yadımda saxlayıram ki, bütün meyvə, tərəvəzlər hamısı sayılıb cəmlənirlər. Dərhal sildim. Mənə burada bayaq qeyd elədiyim musicdir, advice-dir. Kindness isə mərhəmət deməkdir. Mərhəmət deməkdir. Və bu mücərrəd isimdir əlbəttə ki. Təbii ki, bu 3 sözün 3-ü də sayılmayacaqdır. Və yaxud da ki, baxın 17-də mənə yenə deyir ki, uncountable-ları tap. Gəlin baxaq. Mənim ən rahat edə biləcəyim test etmə halı təbii ki, silməkdir. Mən məsəl üçün bilirəm ki, bütün əşyalar, əllə toxuna bildiyim, bütün əşyalar sayılıb cəmlənə bilirlər. Məsələn, mən pensili o səbəbdən dərhal silirəm. Çünki yuxarıda mənə uncountable deyir. Pensili isə countable-dur. Və yaxud da ki, mən indi bu dəqiqə sizə dedim ki, canlını ifadə edən bütün isimlər sayılıb cəmlənə bilirlər. Hero qəhrəmandır, canlını ifadə edir də, doğrudurmu? Dərhal sildim. Məndə qaldı uncountable olaraq 1 və 3. Heç digər sözləri bilməyə ehtiyac olmadı. Burada mənim bildiyim yalnızca 2 və 4 oldu. Və salam. Gördünüz nə dərəcədə sadədir test işləmək. Sadəcə olaraq düzgün texnikadan istifadə etmək lazımdır. Diqqətli olmaq lazımdır. Yəni test işləmək bir diqqət işidir. Məsəl üçün mənə burada singular deyirdi, lakin ikisi də singular olmalıdır. Mən bayaq dedim ki, isimlər normal halda SES ilə bitirsə bu cəmdir, sildim. Cəm forması, baxın, kökdən dəyişən isimlərimiz var. Mən, men cəmi ifadə edir, sildim. Və ya women cəmi ifadə edir, sildim. S ilə normal halda bitibsə cəmi ifadə edir, sildim. Doğru variantımı Y variantı olaraq götürdüm əlbəttə ki. Sadə isimlərdə sözün düzü, sadəcə olaraq diqqətli olmaq lazımdır. Və yaxud da ki, gəlin baxaq 39-a. Mənə burada deyir ki, plural tap. Tutalım ki, mən burada görürəm ki, stop sözü təkdədir. Dərhal silirəm. Elə bil ki, mən 2-ni sildim. Düzdürmü? Sildim. Məndə qaldı bu 2 variant. Sonra və mən bilirəm ki, chess şahmatı və mən bayaqdan bir neçə dəfə artıq vurğulamışam ki, elm adları, fənn adları, oyun adları, dil adları, onlar S-lə bitsələr belə cəmlənmirlər, sayılmırlar. Mən B-ni sildim, C-ni doğru variant olaraq götürdüm. Gördünüzsə, digər sözləri artıq mənim bilməyimə ehtiyac olmadı. Təbii ki, bilsəniz, bilməyiniz çox yaxşıdır, lakin bu qədər özünü yükləməyə də gəlməz qısa müddətə. Yəni, bilməyə də bilərəm. Heç bir problem yoxdur. Sadəcə olaraq bir qədər diqqətli olmaq lazımdır. Vəssalam. Bu təqdirdə sən yaxşı bir nəticəyə gələ biləcəksən. 68-də sənə deyir ki, düzgün variantı salın. Düzgün variantı tapın və bu yeni testlərdən biridir. Mən istəyirəm ki, siz bura diqqətlə baxasınız. Yadımda saxlayıram ki, majority of numerasiv sözlərdən biridir ki, hansı ki yeni salınıbdır və bundan sonra cəmsim gəlibdir. Doğrudur, götürdüm. The number of-dan sonra isim hər zaman cəm gələcəkdir. Yanlışdır, sildim.
A couple of-dan sonra isim hər zaman cəm gələcəkdir. Götürdüm. A couple of pictures, yəni bir neçə pictures mənasını ifadə edir. $70,000. Bəli, elə bil ki, mən deyirəm ki, $1 və yaxud da ki, $2, $3, $5, $7 və ya $70,000. 4'ü götürdüm. Edən sonra kilo gəlməli idi axı. A kilo of meat olmalıydı. Burada enin əvəzinə sən 2 kilos of meat doğruydu. 3 kilos of meat, 5 kilos of meat və ya some, several, few kilos of meat olardı. Lakin a kilos olmaz. Məhz bu səbəbdən sildim. Doğru variantı mənə qaldı 1, 3 və 4. B variantı. Bildikmi necə edəcəyik? Diqqətli olmaq lazımdır. Kəmiyyət bildirən sözləri də burada tez-tez görəcəksiniz siz. Bayaqları a number of, the number of mən ora qeyd eləmişəm. Yadda saxlayıram ki, little sayıla bilməyən təki ifadə edir. Özündən sonra cəm gələ bilməz. Sildim. Az biraz mənasını ifadə edər kimsə. Several'dan sonra hər zaman cəm gələr. Dərhal sildim. Plenty of members cəmi ifadə edib. Yəni sayılandısa member üzv deməkdir. Mütləq ki, es gəlməlidir. Sildim. A number of news. A number of yadımda saxlayıram ki, üstə gəl isim hər zaman cəm olmalıdır. News isə təkdir. Sayıla bilmir. Sildim. Two pinches of salt isə 2 ciqqə duz doğru oldu. Pinch mənim burada nümerasiv sözümdür, cəmlənibdir. Mən saltla maraqlanmıram. Pinchdən əvvəl gələn to mənə deyir ki, nümerasiv sözün cəmdə olacaqdı. Və salam cəmdə rahatlıqla verdim. 72 isə baxsaz baxıram ki, information sözü sayılmır. Və bayaq dedik ki, bir isim sayılmırsa onun qarşısında artikel gəlməsi və ya miqdar sayı gəlməsi mümkün deyil və ya onun cəmlənməsi mümkün deyil. O səbəbdən mən bu variantımı rahatlıqla istifadə edə bildim. 73-ə baxsaq, yəlik hal şəklində veribdir. Yadımda saxlayıram ki, few'dan sonra hər zaman s apostrof gələr. Apostrof s gəlməz, sildim. London təbii ki, yer məkandır, təki ifadə edir. Apostrof s doğrudur, götürdüm. Fish, chips, wine deyir, kökdən dəyişir. Yalnız apostrof s qəbul edir, sildim. Few'dan sonra isə hər zaman cəm gələr, s apostrofu isə doğru variant olaraq götürdüm. Yenə də fönükə həmin tipli testlərdəndir. Və yaxud da ki, bunların hamısı eyni tipli, eyni tipajlı testlərdir. 78'ə baxsaz, baxın 78'ə. Burada mən 5 görmüşəm. 5 slices olmalıydı, sildim. Miqdar sayımdan sonra gələn numerativ sözüm də cəmlənməlidir. 6 kilos of rice düz veribdir, lakin 2 boxes olmalıydı. Sildim. 3 dozen. Əksi isə təbii ki, burada doğrudur. Doğru variantım olacaqdır. 2 və 4. Diqqətli olsaz, bunların hamısını rahatlıqla işləmək olar. Sadəcə bir qədər diqqətli olmaq lazımdır. Yeni testlərdə, məsəl üçün, bu test alınıbdır. Burada diqqətli olaq. Bax, yadımda saxlayıram ki, 100 üstə gəl isim hər zaman cəm, düzdürmü? Bura daxildə 100, 1000, a million. Üçün verirlər. Tutalım ki, ikinci mərhələdə artıq mən görürəm 100. Artıq burada fikir verirsə düşübdür. Düzdürmü? 100 of əlavə olunubdur. Üstə gəl isim cəm. Yəni uzun sözün qısası demək istəyir ki, 100, 1000, a million. Üstə gəl isim cəm. Düşdü. Hundreds of, millions of, thousands of. Üstə gəl isim cəm. Of əlavə olundu. Article düşdü. Yenə isim cəm olacaqdır. Yəni 100 ola bilməzdi, sildim. Cluster bir salxım deməkdir. Bir dəstə deməkdir. Bir salxım bananas əlbəttə ki, olacaqdır. Çünki bir salxımda bir neçə dənə olur. Pair bir cütdür. Bir cüt kalkotka ola bilər əlbəttə ki, çünki tights biz bilirik ki, 2 hissədən ibarətdir. Buradakı pair təkdədir. Qarşısında article, ona görə 3'ü götürdüm. A group of soldiers olmalıydı. Bir qrup əskər. Bir qrupda bir əskər olarmı? Sildim. 100 witnesses olmalıydı. Çünki dedim ki, 100'dan sonra ismi mütləq cəm ver.
Dərhal ki, siləcəm. Və yaxud da ki, I'm sorry burada deyir. Deyir, mənim bir sualım var. Question yadda saxlayaq ki, və question da answer da. Bu ikisi də mücərrəd olmalarına baxmayaraq sayılıb cəmlənirlər. I'm sorry, I have a question deyərəm. A little question təbii ki, demərəm. Mənim balaca və ya az suallarım necə ola bilər ki? Two more questions olardı. One question olardı. A few questions olardı. Məhz bu səbəbdən bunları silirəm. Və yaxud da ki, 104-ə baxsam deyirəm ki, a loaf of bread. Bir tikə çörək götürərəm. An information sayılmır, dərhal sildim. Advice cəmlənə bilməz, sayılmır çünki dərhal sildim. News sayılmır, a few qarşısına gəlməz, dərhal sildim. Whether sayılmır, qarşısında article gəlməz, dərhal sildim. Və yaxud da ki, burada money sayılmır, article dərhal sil, bread sayılmır, few-nu dərhal sil, information sayılmır, cəmi dərhal sil və yaxud da ki, a bottle of milk deyərəm, doğru variant B-dir. Flowers'ı cəmləyiblər, qarşısına article veriblər, təbii ki, yanlışdır, dərhal sil. Ümid edirəm ki, başa düşürük dediklərimizi. Yəlik haldan da bir neçəsini izah edəcəm. Diqqətli olaq, qulaq asaq ki, əziyyət çəkməyək. Biz dedik ki, apostrof, SS apostrofdan sonra isim gəlməlidir. Gəlməyib, veri gəlib, sildim. Gəlməyibdir, going gəlibdir, sildim. Has made gəlibdir, feildir, sildim. Lakin baxın, professor's words deyir, professorun sözləri deni dərhal götürdüm. Who is that mən veribdir. Is'in qısa versiyası da əlbəttə ki, dərhal silərəm. 3-ə baxsan deyir ki, Helen's niyə coat götürdüm. Article gəlibsə apostrofdan, S-dən sonra dərhal sil. Apostrofdan sonra yəli əvəzliyi gəlibsə dərhal sil. Article gəlibsə dərhal sil. Writing gələ bilər, lakin o feillə davam eləməlidir cümlə. Davam eləməyibdir, dərhal sil. Və yaxud da ki, davam edirəm, deyir ki, where is your English book? Təbii ki, burada yəlik hal yoxdur, dərhal sil. Is'in qısa versiyasıdır, veri gəlib, dərhal sil. What is, ümumiyyətlə, who is, what is, where is gördünsə, dərhal sil. Is'in qısa versiyasıdır. Pis parents, bütün valideynləri. Burada ın, in, un, ün kimi tərcümə olundu. Böyle, götür dərhal. Has gotdur, got gəlibsə, dərhal sil. Has gotun qısa versiyasıdır. Və yaxud da ki, 20-yə baxım, yesterday's newspaper, today, tomorrow, yesterday gördünsə, yəlik halda, dərhal götür. It is the article gördün, dərhal sil. Who is, where is, what is gördün, dərhal sil. Is trying gəlibdir. Tutalım, yəlik hal ola bilər, lakin axıra gedib feil tapmalsan, yoxdur, dərhal sil. Got gördün, dərhal sil, düşünmə. If you gördün, S apostrof olardı, dərhal sil. Gördün, apostrof S götür. Men gördün, yəlik halı kökdən dəyişir, apostrof S kökdən dəyişən isimdir çünki. Today, tomorrow, yesterday, yalnız apostrof S götür. Kökdən dəyişir, apostrof S sil. Doğru variantım 2-4'e gedəcəkdir burada. 24'te de Browns görmüşsən, familiyamın qabağında Z artiklı var. S apostrof verib götür. The Browns Z artiklının qabağında Z'dən sonra apostrof S verib, dərhal sil. Child gördüm, kökdən dəyişəndə apostrof S olmalıdır, sil. Children'ı götürəcəksən əlbəttə ki. 27'ye baxsam deyir, at my uncle's. Yer məkanını ifadə edən zaman isim ehtiyac yoxdur. Götürəcəm yəlik hal olaraqdan. Is going'dir, dərhal sil. Has got'dur, dərhal sil. The Simpsons arrival 4'ü isə doğru götürərəm. Simpsonların gəlişi demək istəyir, bizi təəccübləndirdi. Feilin buradadır, bax bu gəlişdir, gəliş. Aha. Fərqli bir test görmək istirdim əslində və baby is crying'dir, sildim. Sarah is living'dir, sildim. Peter's father götürdüm. Peter'ın atası demək istəyir. Is veridir, sildim. Article gördüm, dərhal sildim. 39'da məsəl üçün is fine'dır. Sifət gəlib, ondan sonra isim gəlməlidir ki, yəlikə getsin. The chemist gördüm, yəlik al, yer məkandır, götür, yəlik aldı. Və evx gördüm, götür əlbəttə ki, təki ifadədir. The wind is blowing'dir, sildim dərhal əlbəttə ki.
Fərqli bir test görə bilirəmmi? Demək olar ki, hamısı eyni testlərdir. Dediyimə diqqətlə qulaq assan, hamısını edəcəksən rahat-rahat, heç bir problem yaşamadan. Hamısı eyni testlərdir. Eyni tiparlı testlərdir əlbəttə ki. Yeni heç nə yoxdur ki burada. Deyim ki, uşaq çaşar, nəsə başa düşməz və s. Hamısı eyni tipli testlərdir sözündüsü. Lakin burada 70-ci testi izah eləmək istəyirəm mən. Deyir ki, Jeremy and Thomas father. Father burada sözü təkdədir. Sən burada mənə deyə bilərsən ki, Thomasda S var, təzədən apostrof S. Qayda budur. Sözün sonu S-lə tutalım ki, ad Thomas. Thomas gördüm, tutalım ki. Və ya Thomas olsun, fərq etməz. S-lə bitibdir, Thomas deyirəm. Bax, bu yəlik hal, bunun yəlik halı sadəcə bax, bu şəkildə də düzələ bilər. Və yaxud da ki, apostrofu qoyub yenidən S də verə bilərəm. Yəlik hal bu şəkildə də doğrudur, bu şəkildə də. 2-yə baxsam deyir ki, Jennifer and Brad Slacks. Slacks cəmdədir, təbii ki, hər bir yəlik halım qəbul edər. 3-ə baxsam deyir ki, brother-in-laws. Brother-in-law has lost. Təbii ki, burada lostdur. Təbii ki, doğru götürə bilmərəm. Jack has found, sildim. The Clintons apartment, Z görmüşəm. S apostrof görmüşəm. Yəlik hal bütöv ailəni ifadə edibdir. Götürəcəm doğru variant olaraqdır. Aha, baxıram növbəti yenilik. Yenilik demək olar ki, daha yoxdur. Hamısı eyni şeydir. Sadəcə olaraq, baxın, bu testi mən izah eləmək istəyirəm. 83-cü testə bir dənə baxaq. Nizami Gəncəviz birthplace. Nizami Gəncəvi tək nəfərdir. Əlbəttə ki, mən onu yəlik hal olaraq götürəcəm. Who is-dir, dərhal sil burada. Brother-in-law, father-in-law, law gördümsə və ya brothers-in-law, sisters-in-law gördüm. Yalnız apostrof S. Sil. The company is the best. Dərhal sil. Kate is living-dir, lakin yer veribdir. Burada yəlik haldır. Dərhal götür. Başqa yenilik yoxdur. Ümid edirəm ki, bu izahlarım sizin üçün kifayət qədər yetərli və dəyərli olacaqdır. Təşəkkür edirəm hər kəsin diqqətinə görə.